Oy 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 beşik. Dostlar salam. Bugün fərqli konseptlə qarşınızdayım, amma tək deyiləm. Məkan Nişantaşı, seçimimiz Türk mətbəxi. Görək Türk mətbəxi Nişantaşında necə yeyilir? Getdik. Dostlar, masada çox ləzzətli təamlar var. Adam yeməyə səbirsizlənir, amma tələsmirik. Çünki nə yeyəcəyimizi bilməliyik və necə yeyəcəyimizi bilməliyik. Bunun üçün bizə Nişantaşının şefi Ramazan abi dəstək olacaq. Eti sarma, hünkar beğendi. En nazik. Lahmacunları sağdan. Çiğ köfte sarma. Aha. Onda biz başlayaq. Başlayaq. Baba, bunu belə götürürsən. Gözəlindən daha yaxşı eləyiblər. Bax dostlar, bu beyti sarmadır. Vüqar burada bütün beytini apardı, sarması qalıb bir dənə. Çox belə doyumlu, möhtəşəm görünür. Burada bir neçə yemək olduğu üçün mən özümü doydurmaq istəmirəm. Ona görə düyüyə toxunmuram. Lahmacun arası Adana dürüm. Bu sizin üçün 3 manatlıq dürümlərdən deyil, bu başqa şey. Acılı sevən adam üçün bu çox da acı deyil. Türklər qardaşımızdır, amma dolmada bizə satmazlar. Yəqin ki, hamınız bilmiş oldunuz ki, Nişantaşında Türk mətbəxinin bu seçmə yeməkləri Belə yeyilir.